Salam, biz bugün pizza hazırlayırıq. İlk öncə xəmirini hazırlayaq. 3 stəkan un, 400 ml su tökürük. Simlik duz, 1 qaşıq şəkər tozu, 1 paçka qabartma tozu. Eyni kütlə olana qədər qatışdırırıq. İndi isə ketçupunu hazırlayırıq. 4 dəfə. İsə duz. Yarım çay qaşığı. Yarım çay qaşığı pul biber. Nane. Qatışdırırıq. 200 ml su. Ürünləri yıxadışına sıra var. Kesin başını kesin. Yox, əlimlə çəşirəm. Əlinlə eləyirsən. Sən bilirsən. Necə ki? Deyə bu belə yemək sürülür. Yox. Elə doğra bəsdir. Balon. Üzərinin ərzaqlarını doğruyoruz. Buradan da yana oraya. Soba tavasını isidib yağlayırıq. Xəmiri tökürük içinə. Sobanın içərisinə qoyuruq və biraz pişsin. Biraz pişdikdən sonra çıxardırıq. İlk öncə ketçubu üzərinə tökürük. Abisinin ne yiyeceğim? Ambara tüzüler. Hə, düz. İndi isə pomidorları düzürük. Biz saçları düzürük. Nəyi düzürük? Yemir də. Ən axırıncı peynirləri düzürük. İndi isə qoyuruq pişməyə. Hazırdır, indi isə doğrayaq. İndi isə dadına baxaq. İstidir. Tadı möhtəşəmdir. Bismillah.